Dostlar, salamlayıram hər birinizi. Bu bizim YouTube kanalımızın ilk videosudur. İlk videomuza xoş gəlmisiniz. Bugün bu videoda daha doğrusu sıfırdan YouTube kanalını ne edirik, necə qururuq, Instagram hesablarımızı açırıq, TikTok hesablarımızı açırıq, hamısını düzenləyirik. Hamısını sizinlə birlikdə eləyəcəyik. Həm də YouTube kanalımızın ilk videosu olmuş olsun, birbirimizi tanımış olaq. Kanalda nələr paylaşacağıq, hamısını bilmiş, görmüş olun. Xoş gəlmisiniz, getdik. Burada deməli qardaşımız özü üçün çay süzür. Özdə ömür boyu çay süzürəm. Ömür boyu çay süzürəm. 3 qurtum, 4 qurtum içdim, çay olur buz, sonra çay içirəm. Deməli bu videoda biz bütün loqonu hazırlayacağıq. Sonra nə edəcəyik? Instagram hesabımızı açacağıq. Bir də YouTube-la əlaqəli. Can, gözlə. Burada da notebook açıram. Notebookun üstündəki ləkələrə yaraşır elə. Adaptörü də taxıram. Nə sualınız olsa, kommentlərdə yaza bilərsiniz. Cavablaya bilərəm. Kanala abunə olmağı mütləq unutmayın ki, maraqlı kanal olacaq. İnanıram ki, sizinlə paylaşmalı çox şeyim var. Paylaşmalı maraqlı hekayələrim var, maraqlı oyunlar var, challenge'lar var. Ona görə inanıram ki, bu kanal maraqlı olacaq. Burada notebookun adaptörünü axır ki taxa bilirəm. Bir də onu deyim ki, ekranda bu dəqiqə monitorda gördüm, orada yadıma gəldi. Oyunlarda oynayacağıq uşaqlar. Maraqlı oyunlar da oynayacağıq. Onları da qeyd eləyim. Axır burada otura bildim. Of, effektə bax, qəşəng. Burada deməli YouTube-la əlaqəli bir şey deyim sizə. Bilənlər bəlkə bilir, bilməyənlər üçün də məlumat olmuş olsun. YouTube-da köhnə kanalın dəyişib, belə deyək də, onun üzərindən getmək daha yaxşıdır. Bu bizim bir dənə bomba obyektimiz vardı. Onun YouTube kanalıydı. Onu dəyişdik. Onun üzərindən gedəcəm. İndi yəni bu videoya baxırsınız, hansı ki o kanaldadır. Burada o şey daxil olmuşam Canva'ya. Canva'da logo hazırlayacağıq. Logonun üstünə hələ ki çox düşməmiş olacağıq. Niyə görə? Çünki hələ ki bizim ətimiz nədir, budumuz nədir? Hələ ki bir dənə belə gözə yatımlı, nəsə belə animasiyalı logo olsa mənə elə gəlir ki, kifayət eləyir. Burada logoya baxıram, sonra yəqin fikirləşirəm ki, bu nə logodur zat da. Məncə çox sadə oldu. Ona görə yəqin ki, bu loqonu istifadə eləməməyə belə deyək, qərara gəlirəm. Sonra belə bir şey tapıram. Elə bil bu şey zatdır. Amerikanın marojna markası zatdır elə bil. Bu da gözümə elə dəyir. Güya burada biraz düzəldirəm, eləyirəm, nə bilim adımı yazıram, yuxarı xoş izləmələr zat. Sonra fikirləşirəm ki, bunu kim niyə şey eləyən? Intro kimi saxlayan. Sonra burada deməli indiki hazırda sizin kanalda gördüyünüz loqonu düzəldirik. Deməli yuxarıdakı J hərfi hazırdır. Onu götürmüşük aşağıda. Daha bu real estate makler bu loqosuymuş yəqin. Bu biraz mənə şeyin bir dənə marka var idi. O vaxt biz kasetlərdə marka olur deyə belə üstündə qəribə Kodak idi, nə idi o? O logoya çox oxşadı, ona görə çox xoşuma gəldi, ona görə bunu eləyirəm. Və burada da video formatında olması üçün, hansı ki siz videonun əvvəlində intro kimi baxdınız, həmin o formatda olmağı üçün necə olacaq, daha doğrusu onun animasiyalarını seçirəm. Nəticədə sizin o introda baxdığınız video kimi olur. Nəticədə hazırdır, logo, belə olur, introda gördüyünüz logo oldu. Daha sonra tasarımcı dayı var Instagramda, YouTube kanalı falan da var. Mən onun Linktiko saytı var. O saytdan link saldırması eləyəcəm. O sayta da girişin videosu buradadır. Linktiko, hansı ki Instagramda, TikTokda, YouTube'da bir link qoyursunuz, orada daxil olur. İzləyicilərimiz oradan bütün profillərimizi görür də, belə bir şeydir. Burada indi akkauntu yaradıram. Akaunt yaradandan sonra loqonu əlavə edirəm, hansı linklərin olmasını istəyirəm, onları əlavə edirəm, açıqlamanı, bionu əlavə edirəm ki, hansı ki siz orada girib baxanda görəsiniz ki, nə yazılıb orada və hansı linklər var. Ən axırda telefonda da bunu göstərirəm sizə ki, hansı linklər var. Telefon hissəsi, qardaş qoymamışam, deyəsən telefon hissəsini. Qoymuşam. Burada da bio var, aşağıda Instagram var. Burada mənim başımın bəlası yenə corablarımı fırlatmaq istəyir. Uşaqlar, hələ ki ilk videomuzun sonu belədir. Kanala başlayırıq. Kanalda əyləncə formatında, mırtdaşmalı hər şey olacaq. Videonun sonunda qoy belə olsun. Bax, bu bir abırçıya bax. Bu mənim. Baxın uşaqlar, baxın bir saniyə. Görün mənim tapçıqamı nə günə qoyub. İndi görün haradadır. Bax.
Yox da, baba, yox. Alex.